Müğənni Nüşabə Musayeva tarixin bir günü verilişində həmkarı Afiliya Şabanovaya sərt reaksiya verib. Publikaz Milli.az-a istinadla xəbər verir ki, veriliş zamanı sənətçi keçmişi sağlam olmayan şəxslərin namus və qeyrət mövzularında danışmalarını tənqid edib. Nüşabə həmkarına od püskürüb. Keçmişi sağlam olmayan adam çıxıb namusdan, qeyrətdən danışır. Adam yanıb tökülür. 1000 hoqqadan çıxdı. Axırda birinin ərinə əlindən aldı, uşaq doğdu, oldu arvad. Arağı çaxırı əlində tutub bakallarla içir. Mənə isə deyir yaxanı bağla. Sən, get öz həyatının səhvlərini düzəlt. Qız ərə vermişəm. Əri deyir ki, onun qeyrətini sevirəm. Qudam ən dərin dekolteli, yarıqlı geyimlərimi görəndə yazır ki, bugün nə gözəlsən. Mənə görə narahat olmayın. Ailəm, uşaqlarım, kürəkənim də məni yaxşı tanıyır. Bilirdilər müğənni qızı alıblar. Deyirlər ki, bunun kürəkəni hara baxır? Kürəkən mənə nə deyə bilər? O məni böyüdüb, bu yerə çatdırmayıb ki, öz arvadına, uşağına ağalıq edə bilər. Bezmişəm. Sənətçinin bu sərt açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.